Hepinizə salam dostlar. Kanalıma ilk dəfə gəlirsinizsə və bu kanalı ilk dəfə görürsünüzsə, mən Gül Zeynalova, Azərbaycan Turizm və Menecment Universitetinin 2-ci kurs tələbəsiyəm. İxtisasım beynəlxalq münasibətlərdir. Artıq bir ildən uzun müddətdir ki, bu kanalda siz gənclərin maariflənməsi üçün bir çox təhsil, inkişaf, motivasiya videoları paylaşıram. Və bugünkü videomuzun da mövzusu başlıqdan gördüyünüz kimi Azərbaycan dilindən imtahanda necə yüksək nəticə əldə etmək olar və mənim sizə məsləhətim, tövsiyəm nələrdir? Bu haqda olacaq. Onu qeyd edeyim ki, mən özüm Azərbaycan dilindən 9, 11 buraxılış və blok imtahanında yüksək nəticə göstərmişəm. 30-30 nəticə göstərmişəm və bu videonu çəkməkdə özümdə haqq bilirəm. Buna görə də sizlərə nə etməlisiniz konkret olaraq onları danışıb vaxtınızı da almaq istəmirəm. Keçid edirik videomuza. Belə deyim ki, dostlar, Azərbaycan dilində mənim üçün bir belə deyim, abituriyentin yüksək nəticə etməsi elə də böyük və gözlənilməz bir hadisə deyil. Çünki siz buraxılış imtahanında, ilk öncə 11-lərin buraxılış imtahanı olsun və ya 9-ların imtahanı olsun, sizin nəticənizin 75%-ni mətn tapşırıqları əhatə edir. Yəni siz sadəcə 75 balı mətnlərinizi mətn işləyib əldə edə bilərsiniz. Qalır 25 bal, o da qrammatika. Qrammatikanı da davamlı olaraq təkmilləşdirib, belə deyim ki, yaxşılaşdırıb gedib o nəticəni əldə edə bilərsiniz. Və bu arada bu videoda gördüyünüz kimi test topluların qarşımdadır. Test toplularından sizə imtahana düşə biləcək sual nümunələrini də göstərəcəm. Videonun axıra qədər izləyin. Ya videonun ortalarında ya da sonlarında sizlərə bu haqda məlumat verəcəm. Yəni ki, Azərbaycan dilini öyrənmək elə də təəccübləndirici bir hadisə deyil. Və yaxud da ki, hazırda imtahanınıza, buraxılış imtahanına 4-5 ay qalıb, siz bu vaxt ərzində gedib imtahandan 80-90, hətta 100% nəticə göstərə bilərsiniz. Başlayaq ilk öncə sizə məsləhətimdən və mənim ifadələrimdən, mənim fikirlərimdən. Bu arada yorumlarda bəzən yazırsınız ki, belə deyim, 100 yorum olursa onun bir dənəsi mənə qarşı yorum olur. Hansı ki yazılır ki, məsələn bu videodan heç bir verim ala bilmədim. Bu video mənə təsir eləmədi. Əgər təsir eləmirsə, hazırda videonu tərk et. Yəni ki, videonu axıra qədər izləmə. Çünki kütləmin mən istəyirəm ki, 100% videodan razı qalsın. İnanıram ki, izləyənlər də razı qalır. Əgər izləyirsənsə, razı qalırsansa, kommentlərə bildirməyi unutma. Deməli dostlar, bir insanın Azərbaycan dilini, ümumiyyətlə digər fənləri yaxşı bilməyinin, imtahanda yüksək nəticə toplamağının səbəbi onun aşağı sinifdən o fənn üzrə təməlinin yaxşı qoyulmasıdır. Çünki bir insan əgər bir fənni həqiqətən mənimsəyirsə, bir fəndən oxuduğunu bircə dəfə yadında saxlayırsa, o insanın, belə deyək, savaddan və s. asılı deyil. Sadəcə olaraq aşağı sinifdən, yəni 1-2-ci sinifdən onun təməli yaxşı qoyulub. Və bu insanın o fənnə qarşı bir marağı var. Marağınız olduğu təqdirdə də gedib o fəndən yüksək nəticə əldə edə bilirsiniz. Hər hansı bir maniyədə və yaxud da ki, çətin sualda, çətin imtahanda gedib o fən sizi o quyudan çıxarır. Və şəxsən məndə belə olub. İstər blok imtahanında, istər buraxılış imtahanında, kanalda və i butonunda yerləşdirmişəm, keçid edib o videolara da, belə deyək, riyaziyyat haqqında video, İngilis dili, listening, reading haqqında video və s. baxa bilərsiniz. Yəni ki, məni o quyunun içərisindən bu fən çıxarıb və yəni qısası bir insanın bir fənni yaxşı yazmağının səbəbi onun keçmişdən gələn bilgilərinin 11-ci sinifdə biruzə verməsidir. Ona görə də siz baxın, görün, əgər o fənnin aşağıdan bəri sizdə təməli yoxdursa, aşağı sinifdən bəri, o fənn üzərində çox da beyin sındırmağa dəyməz. Mənim belə deyim, sizə məsləhətim budur. Lakin deyirsiniz ki, mən yüksək nəticə əldə etmək istəyirəm, onda nə edə bilərsiniz? Nə edə bilərsiniz? 4 ay qalıb və bu 4 ay boyunca siz elə bir verimli şəkildə keçirməlisiniz ki, siz imtahana yaxşı nəticə əldə edə bilərsiniz. Birinci başlayıram mətn tapşırıqlarından. Bayaq da qeyd etdiyim kimi, 75% nəticəni siz sadəcə olaraq mətnləri işləyərək, mətn tapşırıqları vasitəsilə toplaya bilərsiniz. Və 75% nəticə 4 qiyməti düşür də və belə deyim, attestat balınız 4 edir. 4-5 qiymətdə çox yaxşı baldır attestat balı üçün. Hansı ki, imtahana getmək üçün də bu bal çox yaxşı baldır. Yəni, qane edici baldır, kafi baldır, pis deyil. Və siz mətn tapşırıqlarına görə necə işləməlisiniz? Mənim sizə məsləhətim, birinci məsləhətim, mətnləri işləyərkən başlayırsınız test toplusundan. Ümumilikdə bütün videolarımda qeyd etdiyim kimi, bu videoda da qeyd etmək istəyirəm ki, bizim, belə deyək, abituriyentlərin işləməsi üçün göndərilən vəsaitlərdən ən birincisi Dövlət İmtahan Mərkəzinin bizlərə təqdim etdiyi test toplusu vəsaitidir. DİM test toplusu vəsaitində siz imtahanda hansı cürə suallarla qarşılaşa bilərsiniz, hansı tip testlərlə qarşılaşa bilərsiniz, hətta mətnlərin nümunələrini belə göstərib. Və sizə ən böyük məsləhətim bir böyük kimi, belə deyim, bu fənni bilən, mənimsəyən bir insan kimi İlk məsləhətim bundan ibarətdir ki, test toplusunu səhvsiz bir şəkildə işləməyi bacarmalısınız. Bəzən uşaqlar olur, indi buradan haşiyəyə çıxmaq istəyirəm. Uşaqlar olur, mənə yazırlar hətta,
bütün dərsləri bilirəm, test toplusunu işləyirəm, əlavə olaraq vəsaitlər işləyirəm, lakin imtahan nəticəm, sınaq nəticəm zəif olur. Mənim belə deyək, əziyyətim, əməyim yerdə qalır. Xeyr uşaqlar, əziyyətin, əməyin yerdə qalmağı fikri tamamilə belə deyim, mənim aləmimdə, mənim dünyamda yoxdur. İndi imtahanda ola bilər bəzi məqamlar baş verib, mənim də başıma gələn məqamlar kimi. Lakin onun əksində belə bir qavram var ki, əgər sən test toplusu vəsaitini tamamilə səhvsiz bir şəkildə işləyə bilirsənsə, deməli imtahana hazırsan. Və sizdən bir şey demək istəyirəm. Gedin indiyə qədər imtahanda istifadə olunmuş bir sual götürün və test toplusuna baxın. Əgər həmin sualın eynisindən, yəni şərti eyni, tipi eyni olan sual yoxdursa, belə deyim, öz iradınızı bildirin. Elə bir sual yoxdur ki, imtahanda istifadə edilmiş, test toplusunda olmasın. Bu da onu göstərir ki, uşaqlar, siz imtahanda yaxşı nəticə əldə etmək istəyirsinizsə, istər qrammatika, istər mətnlər, o zaman test toplusunu bilməlisiniz. Çünki bu vəsait bizə boş-boşuna çıxarılmayıb. Gəldik indi, bu mənim ön sözüm idi. İndi mətnlərə başlayaq. Mətnləri qeyd etdiyim kimi, ilk öncə test toplusunda bitirməlisiniz. Hər birini. Əgər mətn bazanız zəifdirsə, indidən başlayırsınız. Həm 9-cu sinif, həm də 11-ci sinif materialı mətnləri dim test toplusu 1-ci və 2-ci hissədən bitirməyə. Çünki bu sizin həm ön görüşünüzü formalaşdırır, həm mətn işləmə qabiliyyətinizi yaxşılaşdırır. Həmçinin sizə bir neçə şey göstərmək istəyirəm. İmtahanda istifadə edilmiş suallar hardan düşür? O da test toplusundan düşür. Baxın, bu test toplusunda istifadə edilmiş hər bir sualın məğzini, hər bir sualın belə deyək, temasını başa düşməlisiniz, anlamalısınız, yadınızda saxlamalısınız. Çünki imtahana eynisi düşür. Məsələn, düşür ki, 8-ci abzasa əsasən sxemi tamamlayın. Bu sual bu mətnə aiddir. Lakin sualın eynisi gəlib sizin imtahanınıza düşə bilər və siz əgər bu test toplusunu işləməsəniz, o sual necə yazıla bilər, onu başa düşməzsiniz. Deyirsiniz, bəs yaxşı, buradakının necə yazıldığını hardan başa düşək? 1. Test toplusunun arxasında cavabları var. Cavabları uyğunlaşdırıb özünüz axtarış eləyib tapırsınız. 2. YouTube-da bir çox müəllimlər var ki, Natiq Vahidov, Validə Vəliyeva, daha sonra digər müəllimlər, adlarını indi unutdum, üzürlü sayın. Yəni, mənim aqil müəllim, həddindən artıq çox müəllimlər var və buna aid yüzlərcə, minlərcə videolar paylaşdım. Həmin videolara baxıb, siz sadəcə olaraq, əgər bunu eləmirsinizsə, dostlar, yəni mən səhv başa düşməyin. Siz özünüzü əziyyətə salmaq istəmirsiniz. Gəlin, razılaşaq bu fikirlə. Özünüz ərinirsiniz, halınız olmur, əhvalınız körlanır ki, bu qədər səhv var. Hə, yaxşı, onda test toplusunu atım, gedim başqa bir fəndən keçim, o fənni işləyim. Xeyr. Bu ifadə tamamilə, belə deyim, düşüncə tərzi tamamilə yanlışdır. Bu səhvi elədinizsə, bu kitabı da buradan götürüb o səhvləri araşdırmaq sizin borcunuzdur ki, bir neçə ay sonra valideynləriniz, ən əsası özünüz, müəllimlərinizin əziyyəti yerdə qalmasın. İstədiyiniz ixtisasa, istədiyiniz yola düzgün hərəkət eləyə bilərsiniz, düzgün gedə bilərsiniz. Çünki gələcəkdə xoşbəxt olmağınızın ən böyük açarı, ən böyük başlanğıcı səhvlərinizin üzərində işləyib onları düzə çevirməkdir. Yəni, bu videonun əslində sadəcə dərsdən danışmaq istəyirdim. Amma ki, mən sizlərə özümü yaxın hiss edirəm və sizin də mənə özünüzü yaxın hiss elədiyinizi varsayaraqdan əlavə sizə motivasiya da verməyə çalışıram. Çünki mən özüm də bu vaxtlardan keçmişəm, mən özüm də bu dönəmlərdən keçmişəm və həmin vaxtlarda təəssüflər olsun ki, mənə bu motivasiyanı verəcək bir adam yox idi. Yəni, ola bilər indi deyirsiniz ki, valideynlər, müəllimlər, xeyr. Mən nəzərdə tutduğum motivasiya o deyil. Nəzərdə tutduğum motivasiya mənim öz həmyaşıdımdan gələn motivasiyadır. Bəzən insanlar bunun ehtiyacsız, lazımsız duyur. Sadəcə olaraq bəzi insanlar var ki, hətta bu videoya baxanların 90%-i bu danışdıqlarıma ehtiyacı olanlardır. Ona görə də çalışın ki, özünüzü çox da sıxıb boğmayasınız bu dönəmlərdə. Yəni, mətn tapşırıqlarından əsas vurğulamalı olanlar bunlardır. Bir dəfə də qeyd edirəm. 1. Test toplusundakı mətnləri işləyəcəksiniz. 2. Həmin o sualları əzbərə biləcəksiniz. O qədər işləyib təkrar eləyəndə avtomatik beyninizdə qalır. Yoldaşlar, test toplusunu işləyib bitirəndən sonra sizə başqa bir kitab tövsiyələrim var. Hələ də vaxt var. Bu vaxt ərzində işləyə bilərsiniz. Natiq Vahidovun Qırmızı üzlüyü, səhv eləmirəmsə, adı 100 mətn idi. Qırmızı üzlü kitabdır. Oradakı mətn tapşırıqlarını şiddətlə tövsiyə edirəm. Həmçinin MHM vəsaitindəki belə deyək, mətnlər
tam olaraq 100%liklə imtahana düşən mətn formatındadır. Onu da tövsiyə edirəm və mətn tapşırıqlarından sadəcə bu qədərini tövsiyə edirəm. Həmçinin DİM vəsaitinin, DİM-in öz çıxartdığı 10 sınaq olmalıdır adı dəqiq yadımda deyil, özünüz bildiniz nəyi deyirəm. 10 sınaq olmalıdır. Həmin 10 sınağın da PDF-ini istəyirsinizsə əgər, təbii ki də aşağıda açıqlama hissəsinə və yorumlara baxa bilərsiniz. Həm WhatsApp motivasiya kanalımın, həm də ki, belə deyək, PDF qrupumun linkini paylaşıram. Keçid edib pulsuz şəkildə istifadə edə bilərsiniz. Həmin o 10 sınağı da işləməyinizi şiddətlə tövsiyə edirəm. Çünki həmin şeylər imtahanda istifadə olunan suallardır. Yəni belə, ümumilikdə mətn tapşırıqları üçün bunlar kifayətdir. Və bir əsas məqamı da qeyd eləmək istəyirəm. Hansı ki, bu məqam, uşaqlar, bəzi insanlar var ki, Azərbaycan dili yaxşıdır, elə də pis deyil. Lakin bir problemi var. Problemi nədir? Problemi vaxtını idarə eləyə bilməmək. Bunun səbəbi nədir? Vaxtını idarə etmək istəməməyi. Çünki mənim düşüncəmə görə bir insanın əlindən gəlməyən bir şey yoxdur. Və bu mənim Azərbaycan dili müəllimimin sözü olub, hansı ki, bir insanın əlindən gəlməyən bir şey yoxdur. Yəni, istədiyiniz hər bir şeyə nail ola bilərsiniz. Sadəcə olaraq həvəsiniz və iradəniz yerində olmalıdır. Məsələn, bu mətni işləyirsinizsə, siz tutaq ki, bir mətn deyirəm, mətninizin adı olsun Şövkət Səlimova. Şövkət Səlimova mətnini siz tutaq ki, 1 saata işləyib bitirirsinizsə, 10 dənə sualı oxuyub və mətni işləmək, tapşırıqları işləməklə birgə 1 saat işləyirsinizsə, gələn dəfə siz o vaxtı endirirsiniz 45 dəqiqə, sonra 30 dəqiqə, sonra 25 dəqiqə, sonra 15 dəqiqə. İmtahanda mətn işləməyin ən ideal vaxtı 15 dəqiqədir. 15 dəqiqə hətta aşağı daha az dəqiqələr də ola bilər. Çünki bir mətni oxumağınız sizin maksimum 3 dəqiqənizi alır. Onu qavramağınız üçün təkrar oxumağınız 3 dəqiqənizi də alır. 6 dəqiqə mətni oxumaq, bir hardasa 10 dəqiqədə, yəni onları fikirləşmək olsun 15-20 dəqiqə. Vaxtı idarə etməlisiniz. Və bu arada Azərbaycan dilindən dərs kanallarım, dərs belə deyək, hazırlıq qruplarım mövcuddur. Ödənişli şəkildə istəsəniz ekranda qeyd etdiyim və ya açıqlama hissəsində qeyd etdiyim nömrə ilə mənimlə əlaqə saxlaya bilərsiniz. Hazırda da mövcuddur və imtahana qədər davam eləyəcək. Blok imtahanına qədər istəyirsinizsə əlaqə saxlaya bilərsiniz. Bu belə. Yəni ki, dostlar, dəqiqənizi idarə etməyi bacarmalısınız və mən hazırda uşaqlarda da, öz hazırlaşdırdığım uşaqlara da belə eləyirəm. Birinci dəfə 1 saat qoymuşdum vaxtı, dedim 1 saat ərzində işləyin, hətta onda bəzi sualları çatdırmayanlar var idi. Sonra vaxt keçdi 40 dəqiqə, 45 dəqiqə, 30 dəqiqə, 25 dəqiqə. Hazırda bizim vaxtımız 25 dəqiqədir və imtahana qədər mən onu 15-ə salmağı düşünürəm. Və inanıram ki, tələbələrim bunu bacarar. Təbii ki, siz də bunu istəsəniz bacararsınız. Gəldik indi isə qrammatika hissəsinə ki, qrammatikamızı necə gücləndirə bilərik. Tövsiyələrdən öncə bir şey qeyd etmək istəyirəm ki, mən özüm qrammatika kitabımı hazırlamışam və PDF formatında satıram. İstəsəniz ekranda yenə də qeyd etdiyim, yəni nömrə ilə, mənim biznes nömrəmlə əlaqə saxlaya bilərsiniz. Menecerim sizlərə lazım olan qaydanı və istədiyiniz bir dərs haqqında sualın cavabını verəcək. Heç narahat olmayın. Və gəldik indi isə qrammatikanı necə gücləndirə bilərsiniz ümumiyyətlə və bu 4 ay ərzində. Yoldaşlar, yenə də mən test toplusu vəsaitini göstərmək istəyirəm. Hansı ki, əgər bir tələbə test toplusundakı sualları tamamilə bilirsə və işləyə bilirsə, o zaman imtahanda düşəcək istənilən bir sualı həm blokda, həm də buraxılışda işləyə bilər. Düzdür, blok bəzən kifayət etməyə bilər, lakin buraxılış üçün tamamilə, belə deyim, proqram çərçivəsində olan kitab budur. Bu kitabı əgər səhvsiz işləyə bilirsinizsə, o zaman siz imtahanda gedib yaxşı nəticə göstərə bilərsiniz. Və yenə də qeyd edirəm, bu kitabda yazılanlar qeyri-adi bir şeylər deyil. Orfoqrafiyada olan istənilən bir söz gəlib imtahanda istifadə oluna bilər və siz əgər bu testin, orfoqrafiya testini işləyibsinizsə, bilirsinizsə, o zaman imtahanda düşəcək sualın da cavabını asanlıqla yaza bilərsiniz. Yəni ki, qrammatikanız üçün tamamilə test toplusunu bitirməlisiniz və səhvlərinizin öz müzakirəsinə baxmalısınız ki, görüm harda səhv eləmişəm, necə eləmişəm. Yenə də kanalları qeyd edirəm. Deməli, Natiq Vahidovun kanalı, mən özüm də baxmışam, hər birindən də müəllimlərin əlaqəm var və belə deyim, Validə müəllimin özündən də müəyyən bir müddət ərzində sınaq qruplarından yararlanmışam. Validə Vəliyeva, Aqil müəllim, Aqil Əliyev, yəni istənilən bir müəllimlə belə deyim ki, dərslərindən YouTube üzərindən pulsuz şəkildə yararlana bilərsiniz. Kanallarını qeyd eləmirəm, adlarını yazanda özləri çıxır. Yəni belə. Həmçinin DİM vəsaitinin
belə deyim də, DİM-in öz çap etdiyi 10 sınağı da mütləq işləyin. Həmçinin mən özüm də abituriyent vaxtı işlədiyim və uşaqlara işlətdiyim kitabları da demək istəyirəm. Nizami Hüseynov, Natiq Vahidov, həmçinin MHM vəsaiti. Bunu əsasən 3-cü qruplara işlədirəm. Siz də bunlardan mütləq işləyin və Nizami Hüseynovu çox tövsiyə edirəm həqiqətən. Bu arada kanalda yenə qeyd edirəm, aşağıda qeyd etmişəm. Link vasitəsilə daxil olub baxa bilərsiniz. Həmin belə deyim, qrupda davamlı olaraq PDF-ləri paylaşıram. Siz də oradan istifadə edə bilərsiniz. Yəni qrammatikanızı da gücləndirməyin ən gözəl yolu bunlardır ki, bunları işləyəsiniz. Ümumi yekun bir nəticə olaraq da onu qeyd etmək istəyirəm ki, Azərbaycan dilinizi gücləndirmək üçün, həmçinin praktika eləmək üçün, məşq eləmək üçün OTK-nın sualları, hədəfin, güvənin suallarını, imtahan suallarını işləyin. Ən əsası keçmişdə düşmüş sualları, yəni keçmiş dediyim, belə deyim, 2021, 18, 19, 23 burada düşən sualları, buraxılış suallarını 9 üzrə, 11 üzrə hamısını işləyin, qrammatikanı. Və bu da həqiqətən sizin inkişafınıza və o sualları görmə qabiliyyətinizə böyük nəticə göstərəcək, təsir edəcək. Və dostlar, burada da mən sizə imtahana hansı suallar düşə bilər, barmaq çubuğum vasitəsilə göstərirəm. Bu videonun əgər daha böyük versiyasını və izahlarım olan versiyasını istəyirsinizsə, aşağıda kommentdə qeyd etməyi unutmayın. Səs sayı çox olarsa və istənilən istək çox olarsa, mən bu videodan belə deyim, sualları izah etdiyim videonu çəkərəm və orada Azərbaycan ilə imtahana hansı mövzular 100% düşə bilər və s. bunları göstərərəm. Və göstərdiyim belə deyim, videodakı testləri gedib öz test topluluğunuzda tapıb işləməyinizi tövsiyə edirəm. Əgər siz bu sualları səhvsiz işləyə bilirsinizsə, o zaman imtahanda da 100% yaza bilərsiniz. Çünki bu suallar birbaşa imtahana düşür. Yəni belə, göstərdiyim hissələrdəki suallardan 100% imtahanda istifadə ediləcək. Bu şəkildə. Ümumilikdə mənim Azərbaycan dilindən verəcəyim tövsiyələr bunlar da. Ümid edirəm ki, sizlərə yararlı oldu və yararlı oldusa kanala abunə olub like atmağı unutmayın. Növbəti video böyük ehtimal kanalda olmağına baxmayaraq sizin əksəriyyətinizin istədiyi, belə deyim, listening, reading haqqında olar və yaxud da ki, blok imtahanına hazırlıq haqqında olar. Aşağı yorumlara, kommentlərə qeyd eləyərəm. Siz əgər hansını istəyirsinizsə, plus işarəsi atarsınız. Ən çox səs hansına gəlsə, mən o videonu çəkərəm. Kanala abunə olub like atmağı unutmayın. Sağ olun. Gələn videolarda görüşərik. Bye.